Murciə firqəsi küfr edən, şirk edən birinə la ilahe illallah dediyi müddətcə hüccəti iqamə etməyincə, təkfirin şərtlərini yerinə gətirib maneələr ortadan qaldırmayınca küfr hökmü verməzlər, təkfir hökmü verməzlər. Yəni bu iblisin hüccətidir. Allah Azze ve Celle ayədə yalnız haqqa bilərək şahidlik edənlər deyərək kimin mömin olduğunu açıq bəyan etmişdir. La ilahe illallah kəlməsinə yalnız bilərək şahidlik edənlərin mömin olduğunu Allah Azze ve Celle bəyan etmişdir. Yalnız bilərəkdən haqqa şahidlik edənlər. Şeyx Abdurrahman bin Hasan rahimehullah buyurur ki, amma kim onun mənasını bilmədən nitq edərsə, onun tələbi olan şirkdən bəraət etmədən, yəqin olmadan, əməl olmadan dil ilə tələffüz edərsə, icma ilə bu kəlmə ona fayda verməz. Şeyx burada icma olduğunu bəyan etmişdir. Bu məsələdə ixtilaf ola bilərmi? Deyir ki, əgər iddianız doğrudursa, bu icmaya müxalif bir söz gətirin. Bircə söz gətirin ki, əgər müsəlman böyük şirk edərsə, bununla müşrik olmur. Sizin bu iddianız İslam tarixində günümüzə qədər heç kəsin üzərində olmadığı bir iddiadır. Yəni açıq, sarih, böyük şirk edən bir kəs, bir müsəlman cahilliyi ilə bunu edirsə, İslamdan çıxmır, müsəlman olaraq qalır iddiası İslam tarixindən bugünə qədər heç kəsin üzərində olmadığı bir iddiadır.